beynəlxalq turnirlərdə uğurla çıxış edib. Yeniyetmə arasında Avropa çempionu Bakıda təşkil olunmuş sonuncu dəfə bu il keçilən gənclər arasında dünya birinciliyində o mükafat alan ki tuta bilmədi. Bir çox boksçular bu idmançının, bir çox mütəxəssislər bu boksçunun böyük potensiala malik olduğunu qeyd edirlər və onun bir neçə ildən sonra yığma komandamızın əsas üzvlərindən biri olacağını xüsusilə vurğulayırlar, amma Bakıda təşkil olunmuş gənclər arasında dünya birinciliyində nədənsə Teymur Məmmədov öz potensialını tam ortaya qoya bilmədi və Türkiyəli rəqibinə uduzdu. Nəticədə bu boksçu Singapurda təşkil olunmuş yeniyetmələrin ilk olimpiyalarından lisenziya qazana bilmədi. Yaxşı fiziki göstəricilərə malikdir Teymur Məmmədov və həqiqətən də çox gənc yaşlarına artıq bölü arasında Azərbaycan çempionatında mübarizə aparmağa başlayıb və nəticələri də çox uğurlu olur. Rəqibin üzərinə gedir Sərxan Cabbarov, ona dəqiq zərbələr vurmağa çalışdı və bir dəqiq zərbəsi qeyd aldı. Artıq 1-0 hesabı ilə bu boksçu önə keçir. Teymur Məmmədovla qarşılaşır Sərxan Cabbarov. Azərbaycan çempionatının final görüşünü izləyirik. Teymur Məmmədov isə yarı finalda Hafiz İskəndərovla üzə gəldi. Çox gərgin və dramatik bir qarşılaşmanı izlədik. Dünən 9-9 hesabı ilə yekunlaşdı görüş və sonunda hakimlər qələbəni Teymur Məmmədov verdilər və hətta 3-cü raundda 3-4 xal fərqlə öndə idi Hafiz İskəndərov, lakin son saniyələrdə məhz Teymur Məmmədov dəqiq zərbələrlə görüşün heç-heçə başa çatmasına nail oldu, amma Hafiz İskəndərovun da həqiqətən Azərbaycan çempionatında çox yaxşı döyüşdüyünü biz vurğulamalıyıq. Hazırda Sərxan Cabbarov və Teymur Məmmədov arasında döyüş gedir. Sərxan Cabbarov rəqibinin üzərinə gedir, ona dəqiq zərbələr vurmağa cəhd göstərdi, amma hələ ki onun zərbələrindən bu dəfə zərbələrindən xal verilmədi. 1-0 hesabı ilə Cabbarov öndədir. İndi isə Teymur Məmmədov gördüyünüz kimi həm aşağı hissədən rəqibinin çənəsinə doğru, eləcə də üst nahiyəsinə doğru zərbələr vurmağa cəhd göstərir. Cabbarovun ağız qoruyucusu yerə düşdü və bu səbəbdən də ring hakimi Ravil Yenikeyev görüşü dayandırdı. Və yenidən görüş davam etdiriləcək. Hesab elə ki 1-0 Sərxan Cabbarovun xeyrinədir. İlk raundda boksçular mübarizə aparırlar. 91 kg çəki dərəcəsində olan qarşılaşmanı izləyirik. Hesab artıq 2-0 olur. Cabbarova daha bir xal verildi. Onun dəqiq zərbəsindən sonra hakimlər xal hesabı aldılar və 2-0 hesabı ilə Sərxan Cabbarov öndədir. O Teymur Məmmədovla döyüşdə rəqibini 2 xal fərqlə məğlub edir. 2 raund başa çatıb, hələ qarşıda 2 raund da var. Bu görüşdən sonra isə artıq super ağır çəki dərəcəsində 91 kg-dan yuxarı çəki dərəcəsində final qarşılaşması keçiriləcək. Sağ əli ilə burada az öncə izlədiniz. Cabbarovun zərbəsi dəqiq aldı, amma daha sonraki onun zərbələri hədəfə tuş gəlmədi. İkinci raund başlayır. Sərxan Cabbarov və Teymur Məmmədov arasında olan döyüşü izləyirsiniz. Çəkisi 91 kg olan boksçular ringdə üzə gəlirlər. Hələ ki hesab 2-0 Sərxan Cabbarovun xeyrinədir.
Teymur Məmmədov indi aşağı hissədən rəqibin çənəsinə doğru dəqiq zərbə endirməyə çalışdı, ancaq onun bu zərbəsi dəqiq alınmır. Bu uca Teymur Məmmədov rəqibindən daha uca boydu, amma bu üstünlüyünə hələ ki boksçu yaralana bilmir. 2-0 hesabı ilə rəqibinə uduzur. Sərxan Cabbarov artıq bir dəfə 91 kg çəki dərəcəsində Azərbaycan çempionatında birinci yeri tutub, ancaq hələ ki bu idmançı Avropa və Dünya çempionatlarında iştirak etməyib. Məşqçilər adətən Elçin Əlizadəyə şans verirlər. Dünya çempionatında Elçin Əlizadə mübarizə aparmışdı. Son dünya çempionatında İtaliyada Moskvada isə Rəşad Abdullayev döyüşmüşdü. Lakin hər iki boksçu elə Rəşad Abdullayev daha doğrusu ilk görüşdə uzularaq mübarizəni dayandırmışdı. Elçin Əlizadə isə ikinci döyüşdə yarışın gələcək qalibi Rusiyalı idmançıya məğlub olmuşdu Milanda dünya çempionatında. 2-1 Teymur Məmmədov indi hesab fərqini azaltmağa müvəffəq oldu. İkinci raundda bu boksçunun bir dəqiq zərbəsi qeydə alındı. Hesab 2-1-dir və Teymur Məmmədov indi hesabı bərabərləşdirir. 2-2. Artıq hesab bərabərdir ikinci raundda. Dramatik bir döyüş izləyirik. Hesab 2-2-dir. Artıq hesab 3-3 olur. Hər iki idmançı növbəti dəfə dəqiq zərbə endirib bir-birinə və hesab bərabərdir. 3-3. Az öncə hesab 2-2 idi, lakin daha sonra hər iki boksçunun dəqiq zərbəsi qeydə alındı artıq. İkinci raund başa çatmalıdır və bu saniyələrdə artıq Teymur Məmmədov üstünlüyü ələ alıb. Rəqibinə daha çox dəqiq zərbələr vurmağa cəhd göstərir. Onu ringin ikincidən sıxışdırmağa çalışır. İkinci raund başa çatır. İkinci raunddan sonra hesab 3-3-də hesab bərabərdir. İndi Teymur Məmmədov və onun məşqçisi Şamil Əlimcanovu gördünüz az öncə. Artıq da siz ikinci raundun ən maraqlı anlarını izləyirsiniz. İkinci raundda Teymur Məmmədov üstünlüyə yələndi və ümumi hesab hazırda 3-3-dür. Bugün nəzərdə tutulan 9-cu final qarşılaşmasını izləyirik. Çəkisi 91 kg olan dərəcə ustaları ringdə üzə gəlirlər. Və bir daha mən bugün başa çatan görüşlərin nəticələrini qeyd etmək istərdim. 49 kg-da Elvin Məmşizadə 7-5 hesabı ilə Salman Əlizadəni məğlub etdi. 52 kg çəki dərəcəsində İlkin Ağayev 5-4 hesabı ilə Şaban Şahbələngevdən üstün oldu. 56 kg-da Rəhim Nəcəfov 5-3 hesabı ilə Elnur Əliyev məğlub etdi. 60 kg çəki dərəcəsində Elvin Sayev Eybətullah Hacəliyevdən üstün oldu. Evet, daha doğrusu Eybətullah Hacəliyevə məğlub oldu 0-2 hesabı ilə. 64 kg-da Tamerlan Abdullayev 8-3 hesabı ilə Nurlan Məmmədova məğlub etdi. 69 kg-da Sadiq Eynullayev 9-3 hesabı ilə Emil Məhərrəmov məğlubiyyətə uğradarkən Emil Məhərrəmov zədələndi və görüşü davam etdirə bilmədi. Qələbə Eynullayevə verildi. Murad Ağamalıyev 75 kg-da 1-3 hesabı ilə Rahib Bəylərova uduzdu və 81 kg-da Vətən Hüseynli 7-0 hesabı ilə Ramil Əliyev üzərində qələbə qazandı. Hazırda isə biz 91 kg çəki dərəcəsində final görüşünü izləyirik. 3-cü raund gedir. Hesab bərabərdir. 3-3-dür hesab. Sərxan Cabbarov və Teymur Məmmədov ringdə üzə gəlirlər. Dördüncü zərbəsi Teymur Məmmədovun hesabı alınır. 4-3. Boksçu bir xal fərqlə artıq 3-cü 50-ci raundda önə keçir.
Hörmətli tamaşaçılar, artıq hesab 5-3 Teymur Məmmədovun xeyrinədir. Sərxan Cabbarovla final görüşürlər və qeyd edim ki, bir qədər sonra Sərhədçi İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan kuboku yarışlarında final görüşləri başlayacaq və biz həmin yarışdan da reportajı sizə təqdim edəcəyik. Belə ki, boks üzrə Azərbaycan çempionatında görüşlər başa çatdıqdan sonra biz sizə güləş üzrə ölkə kubokunun da final qarşılaşmalarından təqdim edəcəyik. Hesab 7-3-dür və 4 xal fərqlə Teymur Məmmədovun üstünlüyü var. Halbuki Sərxan Cabbarov ilk raundu öz xeyrinə başa vurmuşdu, amma yorğunluq özünü büruzə verdi və bu boksçu sonadək Teymur Məmmədova ciddi müqavimət göstərə bilmədi və artıq 3-cü raundu yekunlaşmaq üzrədir. 7-3 hesabı ilə Teymur Məmmədov rəqibini məğlub edib bir xal fərqlə və 91 kg çəki dərəcəsində bu boksçu Azərbaycan çempionatında yəqin ki qızıl medal özünə təmin edəcək. Bəli, belə də olur. 7-3 hesabı ilə Teymur Məmmədovun qələbəsi qeydə alınır. 3-cü raundu yekunlaşır və Teymur Məmmədov növbəti dəfə Azərbaycan çempionatının qalibi adını qazanır. Hazırda tabloda hesabı görürsünüz və indi hər iki boksçu ringin mərkəzinə dəvət olunacaq və ring hakimi Teymur Məmmədovun əlini yuxarı qaldıraraq onun qalib gəldiyini bildirəcək. Teymur Məmmədovun qələbə qazandığı bildirildi və